hamısı budur. Məni yandırıb tökə bu Azərbaycanda oturan. Ama ay başından kimsə nazirdir, kimsə filan. Qanmırsınız, bu nə deyir? Matçı qafa ilə, Əxəvani Müslümin qafası ilə, ay Sünni Şiə qafası ilə dövlət yönətmək olmaz, Türk dövlətini olmaz. Türk dövləti. Yəni bu günləri Sayın İlham Əliyev də, Sayın Ersin bəy Tatar da deyirlər ki, biz bu sekularçılığı davam etdirəcəyik. Niyə deyirlər bunlar? Nəyə görə deyirlər? Bir şey var da, yəni demək ki, bu Kuzey Kıbrıs'ta ki bizim ordumuzun, Türk ordusunun, Türk dövlətini verdiği hizmetlerle, kanla, savaşla, demək orada Papadopouloslar vardı, ondan sonra cinayetkarlar, Rumlular, orada Türk millətini. İndi dururlar Türkiye'de seriyalarda, ay Sultan Hamid belə elədi, yaptı. Ay Sultan Hamid Kıbrıs'ı sattı. Neredeyse. Ona göre de bu Türk toprağıdır. Yaşayan burada da demək olar ki, Türk millətini, Türk'ün demək ki, o güzel parçasının biri kimdir? Kıbrıs'ta yaşayan Türklerimiz. Güzel insanlar, ürəyə yatan Türkler. Ve burada Türk'ün arkadan bir tane kılınç vurdular Türk'e. Niye? Demek çoxu da günahı da bizim yönetimlerdedir. Türk devletlerinin yönetimlerindedir. Könüllerinde niye değil? Yönetim, yani benim sözüm budur. Hem o Türkistan'da olan, Doğu Türkistan'da olan yönetimde olanlar gerek o zamana dək ki, bu Rus kafa dəyişilməyibsə, bu yönetimdəkiler Türk kafa ilə, Türk şuuru ilə, Türk düşüncəsi ilə və Türk olaraq yönetime gelmirlərsə, öyle boş-boşuna gelir, herkes gelir. Ona göre deyirsən ki, elə bu Pezeşkiyan oyunu kimi. Biri yalandan gelirse, elə mən də Türkiyədə deyirəm, qoy gəlsin də, Türkdür. Elə deyil, görə bu Türkiyə özü nə cür düşünür, bu kimligini düşünür, bu Türklicə, Türk topraklarına, Türk dövlətinə bağlılığı var mı, ya yoxdur? Bir şey söyleyeyim mən. Bu bölgədə bəyaz siz söylədiniz. Yaxın doğuda, Qafqazlarda, bu tərəfdə, baxın, bu təqiqələrdə Hindistanla Pakistan atışmalara hazırlaşır, uçaqlar uçur. Bu bölgələrdə, ondan Körfəzdə, Hind okeanına kimi bu bölgələrdə sınırlar sızmağa başlanır. Hər demək ki, bir əsrin demək ki, yarısında dünyada belə. Ondan bizdə, bizim yönetimlər və onların ətrafında olanlar, Rus qalıntıları, Fars qalıntıları, irticaçılar, qafasızlar, geri qafalılar. Ay, Türk milləti, siz səsi çıxmasın, aman ya, evə oğru gələr. Aman demirəm. Siz nə ilə məşğulsunuz? Hər kəs demək ki, bir yerdə 4 dənə adam tapır, çəkir yanına ki, ay bu da Türkdür, bu da filandır, bu da belədir filan. Amma böyük Türk millətinin varlığını görməyərək və Türkiyədən də Azərbaycanda 5-6 kişini alırlar yanlarına, onlar da bu dua yazan, bilirsiniz də dua nədir? Dua yazan kimi şey rəçətə yazırlar. Ha, hələ siz da, mən Ankara'dan bu rəçətəni yazıram, mən Bakıdan rəçətə yazdım sizə. Siz Ərdəbildə demək ki, susun, işgəncəyə də məruz qalsın, susun. Kimsə də, Sayın əfəndi, bunu da söyləməliyəm. Kimsə də Azərbaycanda, Azərbaycanın güneyində, İran adlanan yerdə Türk bir Türk kimi azadlıq uğrunda, bağımsızlıq uğrunda, sosial ədalət uğrunda, vətən uğrunda, dövlətçilik demək ki, Türk'ün dövlətçiliyi uğrunda, varlığında savaşıyorsa, onu demək ki, vurub susturuyorlar hapslərdə, işgəncələrdə və unutturmağa çalışırlar və təəssüflər olsun ki, Azərbaycanımızdan, Cumhuriyyətdən və Türkiyədən yeni yalan figurlar yaradıb deyirlər ki, bunları baxın filan, yalan figurlar. Yani bu günləri Pezeşkiyanı bir kurtarıcı kimi. Adı bu Pezeşkiyanın bunun atası, bu Pezeşkiyanın atası Fars Şah ordusunun hizmetçi zabiti oldu. Özü 45 senedir bu rejime hizmet veribdi. 45 senedir. Oldu 100 sene. Ata bala, dədəsi, atası da özü də bu rejime hizmet ediblər. Fars dövlətçiliyinə. Sen buna nə bərk verirsən? Bunun Türkçə nə hizmeti, nə hayrı var? Və bu günləri demək ki, dost əlləri düşmanla bacararıq. Biz Türk olaraq düşmanla bacararıq. Bacararıq. Erməninin taleyinə baxın, axır başına boyun gətirərsən. Amma dost gələndə ki, deyirsən ki, yolu, baxın ay bəy, o qaraolcu, o demək ki, öndə gedən yolu caydırsa, onda millət çətinliyə rast gələr. Bizim Türk tarixində çoxdur bundan. İndi bizim demək təəssüflər olsun ki, adam gəlir. Mənim Türkiyədə bir arkadaşım vardı. Yüksək səviyyədə, kəşfiyyatda işləyirdi filan. Və çox da sevərdim. Sənələr sonra baxdım ki, adam Kürdümüş. Hizməti verilmiş ki, mən başqa yerlərə. Yandım, döküldüm. Mən nə bilirdim bu Kürdümüş. Bu da demək ki, və sonra da kitab da yazdı Türkçə qarşıya. Kitab. Burada Azərbaycanın güneyini Tehran rejiminin, Fars dövlətçiliyinin, irticacı, işğalçı
Fars dövlətçiliyin ölüm günüdür. Ölür indi, zəifləyib. Qol qanatı qırılıbdır. Livanda da, yəni dəlirsəz, Yəməndə də, Qazzada da, ondan sonra İraqda da, Suriyədə də Tehran rejiminin qanatlarının hepsi qırılıb. Öz içində də çəkişmədir. Bu malladan bir qurtarmaq istəyirlər. Malla başqa bir şeydir. Malla adam yiyəndir. Və bunların demək bu Fars yönetimində hamı bilib nədir? Millətlər də qalır. İndi sən belə bir durumda, baxın görün ki, belə bir durumda sən gedəsən, götürəsən, gətirəsən, irtizaçı, adam yiyən, anti-Türk, anti-ziddi Azərbaycan, ziddi Türkiyə, Türkün varlığına zidd olanların birini gətirəsən, gəlin də baba bir dənə də Türk prezident gətirmişik. Gözəm gətirib səni, hamı gələr, quş gətirər, mənimci gedir, bayquş gətirir. Bayquş mı? Bu nəyə gəlir? Bu nəyə biz? Hara yapaq? Haraya nəyə? Bu nəyə lazımdır bu? Yaxud dünənləri o quş qondurmaz, Paşinyan, Pezeşkiyan buradaydı, Azərbaycanda. Efendim söylədim, Azərbaycanın quru sərhədləri, bilirsiniz sınırları niyə bağlıdır? Türkiyə ilə də bağlayıb sınırı. Niyə? Mən də dünən söyləydim, dedim, ay adam gəlibsən, mən demirsən prezidentsən, gəlibsən. Soruş bu Cənab İlham Əliyevdən, niyə sınırları bağlayıbsınız? Niyə qoymursunuz Sovet dönəmində də, Sovet dönəmində Sayın İmdad bəy, deyirdilər ki, komünistlər, baxın görün, bu Leninin sınırları belədir ki, Rusun sınırları, oradan davşan da keçə bilmir, düz deyirdilər. Bir dənə məhdud səhviyyə, davşan da keçə bilmir. Yaxşı millətimiz qalxdı, ayaqlandı, demək ki, Rusu buradan qovdu, sərhədləri açdı, camaat gedirdi Ərdəbilə, Təbrizə, oradan camaat gəlirdi, millət vurduları, sınırza getdi işinə. İndi bağlanır sənədir. Azərbaycanla Sovet dönəmində pis, indi doğuşan neçə, quş da keçə bilmir. Yaxşı, nədən? Yaxşı, bunu gərək bu Pezeşkiyan deyilən adam, bu Cənab İlham Əliyevə niyə sərhədləri bağlayıb saxda? İndi Sovet yox. Onda deyəcəkdi, yaxşı, siz belə eləyin, da cənab, mənə yaz, siz oradan İran adlanan yerdən teröristləri, qaçaq silahı, narkotikanı, tiryeki, heroini, Suriyədən gələn kuptaqəni, ondan sonra demək ki, adam oğrularını, qaçaqçıları o taydan bir yana göndərməyin, irticaçı nüvhəçiləri, sinəzənləri, belələri. Göndərməyin teröristləri. Biz də torp açaq da qoy bu millət geçsin, gəlsin, Təbrizə gəlsin. Gəlir adam zaten burada söyləyir ki, bu Pezeşkiyan, Bakıda, dünən söyləyirdi. Mən elə bil ki, Ərdəbildiyəm, elə bil ki, Təbrizdiyəm. Yəni, Təbrizi, Bakını da İran adlanan yerin üstündə hesab edir, atmacalar atıyor. Mezah edir. Quru sərhəd, yaxşı. İndi gəldi, bu Pezeşkiyandan dünən söyləyirdi, müqavilələr yazır, özdə nə yazır? Siz Zəngəzurdan getməyin, ora Ermənistanın konuşmaların hamısında onu deyir. Ermənistan torpaq bütövlüyü, Azərbaycanın torpaq bütövlüyü, Ermənistan demək Zəngəzura dəyməyin. Elə gəlin yollarız, gedəcək yollarız, elə demək ki, İran adlanan demir Azərbaycanı. İran adlanan yeri Araz nəhrini o özündən keçsin. Gəlin buradan gedin, ondan gəlin buradan olacaq, həpsini. Yəni Zəngəzurdan olmasın, olmasın. Yəni Türk dünyası gələcək, Zəngəzurdan gedəcək, Türkiyə buradan, Azərbaycan buradan güney işıqlanacaq. Bunlar yox, bu adamın konuşmaların hamısı budur. Məni yandırıb tökən bu Azərbaycanda oturan. Ay başından kimsi nazirdir, kimsə filan. Qanmırsınız, bu nə deyir? Küllü televizyonlar, küllü media bu adamın konuşmasına qulaq asmırsınız. Bilmirsiniz bu nə söyləyir. Bir dənə yoldan keçən birisi geri qapalı, irticaçı, möhumatçı. Möhumatçıya geri qapaçıdır bu adam. Gəlib Azərbaycanda, bu ölkədə, Cumhuriyyətdə bu cəmaata leksiya oxuyur ki, bəli, Bəxtiyar, Şəhriyarın şeirindən. Bu Azərbaycanda hamı şairdir. Hepsi şair, bu Azərbaycanda. Hepsi də sağ çalan, hamısı elə bıraxsın oxuyacaq, şeir deyəcək filan eləyəcək. Bir dəfə savaşdı, o da Qarabağda. Bıraxsın şeir deyəcək. Və Azərbaycanın güneyində də dövlətlərimizdən deyirlər. Azərbaycan Cumhuriyyətindən də birində, elə Türkiyədən də. Hələ siz gedin Ərdəbildə, Təbrizdə saz çalın, mahnı oxuyun, onlar oynayın. Budur da, sən nə konuşuyorsan? Bir də söyləyirlər. O Sovet İttifaqında Rus Komünist Partiyası, Komünist partiyalarda belədir. İrticacı dövlətlərdə də belədir. Yönetim ki, teokratikdir, irticacı, onlar da belədir. Ay, sənə nə vardı, sizə nə var? Siz gedin, oturun, yatın, başınızı rahat qoyun, uyuyun. Malla özü hər şeyi düşünür, Hameneyi hər şeyi biliyor, oturun, yatın. Sovetlərdə də bilirdi. Komünist Partiyası hər şeyi biliyor. Hər şeyi biliyor. Siz gedin, yatın. Heç yana baxmayın. Nə bu tərəf, nə o tərəf, narı ki, baxın, gedin qabağa, irəli. Hameneyi də indi onu deyil. Deyir, biz dağa çıxırıq, dağa. İrəli baxın, dağa çıxırıq, dağa. Gəlin, Hameneyi dünyadan xəbərsiz.
Və bizlərdə də indi çıxıb deyirlər ki, Azərbaycanın güneyində 40 milyon kişi yatın. Yaxşı, Uyğurdan danışmayın, xox gələcək, Çin gələr. Ekonomik əlaqələrimiz var. Bu Çinin axı bizə hayrı nə olar? Ekonomik əlaqə saxlayar. Vay başqa, dövlət arası. Amma deyəcəksən, dünya nereye gedir? İnsan hakları deyirsiniz onunla millete. Bu Uyğur insan değil mi? Millet değil mi? Və yaxud bu Azərbaycan, yaxşı, deyək ki, bu Uyğur uzaqda, ha, uzaqda. Bəs burada bu 40 milyon nədir? Bəs bu Şərkük nədir? Bəs bu demək ki, Türkmenlər nədir Suriyada? Onlar bir dənə ikiləri deyir axı. Hə? Ancaq bir şey də göz qabağındadır. Bir şey də göz qabağındadır. Bu adı sanı yaşamış Cumhurbaşkanı Əbülfəz Elçivər söyləyirdi. Deyirdi ki, ayını sopa ilə yuvadan çıxartmaq olar. Sopa olmasa çıxmaz, dəgən istəyir. Azərbaycanda da axır bu prezident İlham Əliyev çıxdır, yəni bu millət, bu dövlət, bu ordu öz parası ilə yardıma da gəlsə, dəzə Türkiyəyə gələcək. Öz parası ilə gərək bu erməni dıqasını bu Azərbaycan torpaqlarından çıxarda. 200 sənədən sonra, 200 sənə. 200 sənədən sonra 1983-dən bir yana 1983 Türkmençay müqaviləsindən ki, Rus sokulmuşdu bu Qafqazlarda, bu Azərbaycana. Bu millət bu sazı koydu, bu arağı koydu, bu şehri biraz koydu o yana. Çıktı savaştı. Orada da biraz katırdılar. Ay millet Allah yolunda savaşa gedir. Ay hamene ile kömeğe. Böyle sözler yoktur. Millet Türk diyerek, Azerbaycan diyerek gitti. Düşmanın 200 seneden sonra Rus'u da Ermeni de bu topraklardan çıkarttı. Azerbaycan topraklarından. Ha? Yaxşı, bu günləri Azərbaycanın güneyində 40 milyon və plus Türkmenlər və plus Qaşqaylar və plus Xələclər, hər yan Türkdür. Nizaminin bir şeiri var, hər yana baxıram, dünyanın başından, o başına Türk görürəm, baxdıqca Türk görürəm. Amma Türkün demək ki, başının bəlası düşmanlar ki, Türk düşman, Türk savaş, Türk əsas şey ki, biri savaşmaq, düşmana qarşı, topraq uğrunda, millət uğrunda, dövlət uğrunda, azadlığı uğrunda. Çağdaş dünyanın da bilir indi nədir, demokrasi nədir? Bu millət Türk milləti, siz məndən iyi bilirsiniz. Bu millət daha tarixdə bu Türk milləti zamanı ilə bağdaşıbdır. Zamandan demək ki, keçib önə gedibdir. Bunlar indi sağır gəlirlər, gedir bir dənə geri qafalını gətiriblər. Ha, bu da sənin prezidentin. Deyir, bu geri qafalıdır, bu irtizacıdır. Mühümmatçıdır bu adam. Gətirirlər, biri Aynəmkin, biri Axavanı Müslümindir, biri filan eyni şeydirlər. Şimdi Sayın Başkanım biliyorsunuz bizim Dışişleri Bakanı Hakan Fidan Çin'e gitti. Çin'de aslında çok ciddi görüşmeler yapıldı. Bu arada Amerika'ya da fazla bulaşmadılar ama oradan da biraz aba altından sopa gösterdiler işte ticari konularda filan fazla bazı şeylere karışma diye. Ama nedense Türkiye Cumhuriyeti zaten insanlarımız yani Türk milleti de Güney Azerbaycan meselesinde biraz değil çok duyarsız haldeler. Belki de birçoğunun Güney Azerbaycan meselesinden haberi olmayanlar da çok. Tabii ki bu basın yayın organlarının Güney Azerbaycan meselesine girmemelerinden dolayı olabiliyor ama şu andaki bu Orta Doğu gelişmelerinde yani Türkiye Cumhuriyeti Devleti de Güney Azerbaycan meselesinde çünkü orada bir Türk milleti var meselesinde bazı adımların atması gerektiğini düşünüyoruz. Daha önceki hükümet dönemlerinde de hatta Amerika Hazar'a kadar Türk ordusunun girmesini falan teklif etmiş. Ama o günün şartlarında kabul görmedi. Öyle bir şey gerçekleşmedi. Sonra Türk askerinin Musul'e Kerkük'e girmesi önerildi. O da maalesef geri teptirildi. Belki günün şartları öyle getiriyor olabilir ama şöyle bir şey var şimdi. Tabii ki Türkiye Cumhuriyeti Devleti büyük bir devlet. Güçlü bir devlet. Güney Azerbaycan meselesi çok önemli bir konu. 45 milyonun Türk'ün orada varlığı söz konusu ve durumlar da hiç iyi değil. Yani bugün Mollaların Türklere uyguladığı şeyleri biliyoruz, eziyetleri biliyoruz. Hem ekonomik yönden hem manevi yönden elinden gelen her türlü pisliği yapıyor. Zaten en büyük korkusu da dediğiniz gibi dağılma korkusu. İşte ben dağılmayayım, istediğimiz gibi anlaşma yapabilir şeklinde bir şey içerisinde. Şimdi
İran, Amerika ile, Amerika Birleşik Devletleri ile kendi varlığını koruyabilmek için ne tavizleri verecek? Burada biz ne şekilde bir zarar görürüz? Ne yapmamız gerekiyor? Biz orada Güney Azerbaycan Türk milleti olarak. Çünkü burada Pezeşkiyan'ı biliyorsunuz, dediğiniz gibi bir kukla olarak, daha doğrusu ağzımıza bir bal çaldılar. Dediler işte bak size bir Türk Cumhurbaşkanı getiriyoruz filan bilmem ne şeklinde, ki siz Pezeşkiyan'ı çok iyi tanıyan kişilerdensiniz. Yani durum ne olacak? Gidişat şu anda, Türkiye'nin bakışı Güney Azerbaycan meselesinde ne yapılması gerekir? Biraz da bu konulardan bilgi alalım sizlerden. ilə, Əxəvani Müslümin qafası ilə, ay Sünni Şiə qafası ilə dövlət yönətmək olmaz. Türk dövlətini olmaz. Türk dövləti. Yəni bu günləri Sayın İlham Əliyev də, Sayın Ərsin bəy Tatar da deyirlər ki, biz bu sekularçılığı davam etdirəcəyik. Niyə deyirlər bunlar? Nəyə görə deyirlər? Bir şey var da, yəni demək ki, bu Kuzey Kıbrıs'ta ki bizim ordumuzun, Türk ordusunun, Türk dövlətinin verdiği hizmetlerle, kanla, savaşla, demək orada Papadopouloslar vardı, ondan sonra cinayetkarlar, Rumlular, orada Türk millətini. İndi dururlar Türkiye'de seriyalarda, ay Sultan Həmid belə elədi, yaptı. Ay Sultan Həmid Kıbrıs'ı sattı. Neredeyse. Ona göre de bu Türk toprağıdır. Yaşayan burada da demək olar ki, Türk millətinin, Türk'ün demək ki, o güzel parçasının biri kimdir? Kıbrıs'ta yaşayan Türklerimiz. Güzel insanlar, ürəyə yatan Türkler ve her o demək şəhidlər veriblər. Demək ki, bu son seneler içinde ne oldu Kıbrıs'a karşı? Uzattılar. Ay bizi Avrupa Birliği'ne alacakmışlarmış. Onlar işimiz olmasın. Kuzey Kıbrıs. Ve uzattı getdilər. Orta Asya'da da, yani Doğu Türkistan'da da belə oldu. Kırgızistan, Üzbekistan filan kaldılar beləsinə. Halva söyleməklə ağız şirin olmaz. Ay Türk dünyası yaradır, o Türk dövlətləri yaradırıq, elə belə boş şeylə filan yox. Oradan buradan da bir kəsləri yığıb, ay bunlar da çəkilin bu işləri irəli sürürlər. Görə bax gör o adam doğrudan da bu Türklüyə könül vermiş adamdır. Sən götürüb bunu demək ki, bu Türk Dövlətlər Birliğinin demək ki, orqanlarında yerləşdiriyorsunuz. Oradan demək ki, kimsə para aparır, kimsə nələr yapıyor, sözüm yox. Yəni mən burada durum deyim ki, 40 milyon Uyğuru görməməzlikdən gəldiniz, görmədiniz. Ay yoxa demək ki, ay bizim demək ki, hansı bir adam, hansı ilin, ilçənin başkanı durub gedib demək ki, Çinə, oradan da bir Uyğurlara bir baş vurub. Hatta Uyğurlarla bir konuşub da sokakta. Uyğurlarla demək ki, bir alış-veriş də edib sokakta. Bu yetməz, orada 40 milyon bu Uyğurun. Televizyonlar da Türkiye'de gösterəcək ki, filan ilçənin başkanı getmişdi demək ki, orada gedib Uyğurlara da baş çəkib, orada sokakta da bir dənə Uyğur görüb. Deyəcəm, bax, nə böyük iş. Veya o demək ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev çıxıb deyəndə ki, 20 milyar davşey dolları mən bu Türk Birliğine, Türk Dövlətlər Birliğine haşladım. Necə bu paralar hara getdi, nereye getdi? Doğrudan bu belə para var və Cənab Nazarbayevin başına nələr gəldi, nəyə görə gəldi? Ruslar geri oturdu mu bu Türk Birliği, Türk dünyası meselesinde? Yok. Ama bizim demek ki gözün qabağında gedib bunlar. En azı bu 20 sene, 25 sene içinde Kuzey Kıbrıs Türk Cumhuriyeti adı sanı yaşasın. Önderimiz demek ki Sayın Rauf Bey Dəyntaş neler çəkdi? Ürək sıxıntıları, ürək ağrılarıyla. Ve Kıbrıs'ta neler oynadılar? Yani uzattılar ve boşluk tapdılar. Birdən ki, Avropa Birliği soxuldu. Biz 12 milyar dolar gətirik, para gətirir. Bir yandan da Azərbaycan prezidenti deyir ki, 20 milyar dolar. Ne oldu Azərbaycanın 20 milyar doları bərnəliyə getdi ki, Avropalılar para gətirirlər. Burada hələ Qazaxıstanda, Qırğızistanda, Özbəkistanda filan. Ne oldu demək ki, Qazaxıstandan, Türkmenistandan gedən qaz gəlib Azərbaycandan, Tanafdan Türkiyə üzərindən gedirdi də. Geçsin də, niyə getməsin? Ne oldu məsələn Zəngəzur bəzi söhbəti nə üçündür belə? Ya burada Türk'ün arkadan bir tane kılınç vurdular Türk'e. Niye? Demek çoxu da günahı da bizim yönetimlerdedir. Türk devletlerinin yönetimlerindedir. Könüllerinde niye değil? Yönetim yani benim sözüm budur. Hem o Türkistan'da olan, Doğu Türkistan'da olan yönetimde olanlar gerek daha o zamana dək ki bu Rus kafa dəyişilməyibsə, bu yönetimdəkiler Türk kafayla, Türk şuuruyla, Türk düşüncəsiyle ve Türk olarak yönetime gəlmirlərsə, belə boş-boşuna gəlir, hər kəs gəlir.
Ona görə deyirsən ki, elə bu Pezeşkiyanın oyunu kimi. Biri yalandan gəlib elə mən də Türkiyədə deyirəm, qoy gəlsin də, Türkdür. Elə deyil, görə bu Türkiyə özü nə cür düşünür, bu kimliyini düşünür, bu Türkiyə, Türklücə, Türk torpaqlarına, Türk dövlətinə bağlılığı varmı ya yoxdur? Yoxsa gələcək yönətimə siz də deyəcəksiniz, buradan da orada otur, könlünə dəyəcək. Ondan sonra filan edəcək, gedəcək, nə bilim, Kürdü oxşayacaq, durub gedəcək hansı etniklə, Farsının irticası dövləti ilə və filan və dinçilici çəkəcək ortaya. Yəni bu günləri demək ki, ay filankəs, bu da adam nədir, Pezeşkiyan, quşqondurmaz, durub gəlib Azərbaycana. Ay Azərbaycandan da nə qədər demək ki, anlaşmalar qol çəkdi, boş şeylərdir. Boş şeylərdir, baxın. Neçə sənədir ki, Azərbaycanın quru sərhədlər, quru sınırlar bağlıdır, qapalıdır Azərbaycanın. Türkiyə ilə də qapalıdır. Gürcüstanla da, başqa yerlərlə də. Azərbaycanın güneyi ilə də. Əsas sınır Azərbaycanın kuzeyi ilə güney, Azərbaycanın sınırı İran adlanan yerindən güneyin üzərində güneydir. Qalan dəniz və bir ön. Əsas orada. Məşəd tərəfindən də yine də Türklərdir orada. O tərəfdə yine Türkmenistanlı Türklərdilər. Amma nə oldu? Sınırlar bağları quru sərhəd. Yaxşı. İndi gəldi, bu Pezeşkiyandan dünən söyləyirdi, müqavilələr yazır, özdə nə yazır? Siz Zəngəzurdan getməyin, ora Ermənistanın konuşmaların hamısında onu deyir. Ermənistan torpaq bütövlüyü, Azərbaycanın torpaq bütövlüyü, Ermənistan demək Zəngəzura dəyməyin. Elə gəlin yollarız, gedəcək yollarız, elə demək ki, İran adlanan demir Azərbaycanın. İran adlanan yeri Araz nəhrini o özündən keçsin. Gəlin buradan gedin, ondan gəlin buradan olacaq, həpsini. Yəni Zəngəzurdan olmasın, olmasın. Yəni Türk dünyası gələcək, Zəngəzurdan gedəcək, Türkiyə buradan, Azərbaycan buradan, güney işıqlanacaq. Bunlar yox. O adamın konuşmaları hamısı budur. Məni yandırıb tökə bu Azərbaycanda oturan. Ay başından kimsə nazirdir, kimsə filan. Qanmırsınız, bu nə deyir? Küllü televizyonlar, küllü media bu adamın konuşmasına qulaq asmırsınız. Bilmirsiniz bu nə söyləyir. Bir dənə yoldan keçən birisi geri qapalı, irticacı, möhumatçı. Mühümmatçıya geri qapacıdır bu adam. Gəlib Azərbaycanda, bu ölkədə, cumhuriyyətdə, bu cəmaata leksiya oxuyur ki, bəli, Bəxtiyar, Şəhriyarın şeirindən. Bu Azərbaycanda hamı şairdir. Həpsi şair, bu Azərbaycanda. Həpsi də saat salan, hamısı elə bıraxsın oxuyacaq, şeir deyəcək, filan eləyəcək. Bir dəfə savaşdı, o da Qarabağda. Bıraxsın şeir deyəcək. Və Azərbaycanın güneyində də dövlətlərimizdən deyirlər. Azərbaycan Cumhuriyyətindən də birində, elə Türkiyədən də. Hələ siz gedin Ərdəbildə, Təbrizdə saat salın, mahnı oxuyun, onlar oynayın. Budur da, sən nə konuşuyorsan? Bir də söyləyirlər. O Sovet İttifaqında Rus Komünist Partiyası, Komünist partiyalarda belədir. İrticacı dövlətlərdə də belədir. Yönetim ki, teokratikdir, irticacı, onlar da belədir. Aşağına nə vardı, sizə nə var? Siz gedin, oturun, yatın, başınızı rahat qoyun, uyuyun. Malla özü hər şeyi düşünür, Hameneyi hər şeyi biliyor, o dünyadır. Sovetlərdə də bilirdi. Komünist Partiyası hər şeyi biliyor. Hər şeyi biliyor. Siz gedin yatır. Heç yana baxmayın. Nə bu tərəf, nə o tərəf, narı ki. Baxın, gedin qabağa, irəli. Hameneyi də indi onu deyil. Deyir, biz dağa çıxırıq, dağa. İrəli baxın, dağa çıxırıq, dağa. Gəlin, Hameneyi dünyadan xəbərsiz. Və bizlərdə də indi çıxıb deyilər ki, Azərbaycanın güneyində 40 milyon kişi. Yatın, yaxşı Uyğurdan danışmayın, xox gələcək, Çin gələr. Ekonomik əlaqələrimiz var. Bu Çinin ağı bizə hayri nə olar, ekonomik əlaqə saxlayar, o başqa, dövlət arası. Amma deyəcəksən, dünya nəyə gedir, insan haqları deyirsiniz ondan millətə. Bu Uyğur insan deyirmi? Millət deyirmi? Və yaxud bu Azərbaycan, yaxşı, deyək ki, bu Uyğur uzaqda, uzaqda. Bəs burada bu 40 milyon nədir? Bəs bu Şərkük nədir? Bəs bu demək ki, Türkmənlər nədir Suriyada? Onun bir dənə ikiləri deyir axı. Ancaq bir şey də göz qabağındadır. Bir şey də göz qabağındadır. O adı sanı yaşamış Cumhurbaşqanı Əbülfəz İlçivər söyləyirdi. Deyirdi ki, ayını sopa ilə yuvadan çıxartmaq olar. Sopa olmasa çıxmaz, dəgən istəyir. Azərbaycanda da axır bu prezident İlham Əliyev çıxdır ki, bu millət, bu dövlət, bu ordu öz parası ilə yardıma da gəlsə, dərsə Türkiyəyə gələcək. Öz parası ilə gərək bu erməni dıqasını bu Azərbaycan torpaqlarından çıxarda. 200 sənədən sonra, 200 sənə. 200 sənədən sonra 1983-dən bir yana, 1983 Türkmənçay müqaviləsindən ki, Rus sokulmuşdu bu Qafqazlarda, bu Azərbaycana. Bu millət bu sazı qoydu, bu arağı qoydu, bu şeiri biraz qoydu o yana. Çıxdı, savaşdı. Orada da biraz qatırdılar.
Ay millət Allah yolunda savaşa gedir. Ay Xameneyi ilə köməyə. Belə sözlər yoxdur. Millət Türk deyərək, Azərbaycan deyərək getdi. Düşmanın 200 sənədən sonra Ruslu da Erməni də bu torpaqlardan çıxartdı. Azərbaycan torpaqlarından. Yaxşı, bu günləri Azərbaycanın güneyində 40 milyon və plus Türkmənlər və plus Qaşqaylar və plus Xələclər, hər yan Türkdür. Nizaminin bir şeiri var, deyir, hər yana baxıram, deyir, dünyanın başından, o başına Türk görürəm, baxdıqca Türk görürəm. Amma Türkün demək ki, başının bəlası düşmanlar ki, Türk əsas şey ki, biri savaşmaq, düşmana qarşı, topraq uğrunda, millət uğrunda, dövlət uğrunda, azadlığı uğrunda. Çağdaş dünyanın da bilir indi nədir, demokrasi nədir? Bu millət Türk milləti, siz məndən iyi bilirsiniz. Bu millət tarixdə bu Türk milləti zamanı ilə bağdaşıbdır. Zamandan demək ki, keçib önə gedibdir. Bunlar indi sağır gəlirlər, dedi, gedir bir dənə geri qafalını gətiriblər. Bu da sənin prezidentin. Dedi, bu geri qafalıdır, bu irtizacıdır. Mühümmatçıdır bu adam. Gətirirlər, biri Aynəmşin, biri Xavani Müslümindir, biri filan eyni şeydir. Misal deyirəm də, ona görə də bu günləri deyirsən ki, bu Türk milləti, yəni əgər sən burada, əfəndim bəy, 1993-cü sənədə Antalyada, mən Türk dünyasının qurultayında, orada prezidentlər oradaydılar, Süleyman Demirel de oradaydı, Turgut Özal da oradaydı, hepsi oradaydılar. Orada da söyledim ben, və sayım, rəhmətli zaten birbaşa konuşmada, Arslan Türkeşə. Dedi, bu da buradadır, İstanbul sokaklarının yakınında, Azərbaycanın güneyidir. 30 milyon burada kişi var. Ne oldu siz görmürsünüz, burada Türk var, 30 milyon Türk var, Türk. İndi isə çıxıb belə deyər ki, arkadaş, hatta bu Azərbaycanda Türk var, amma İranın həbsi Türk, gəlin biz İran həbsini götürək. İran həbsini götürməyəsən, get Kərkükü götür, Musulu götür. Anlaşılan, get demək Suriyədə Türk dağları, Qamışlı filan Türklər yaşayan yeri götür. Gəl demək ki, burada Azərbaycanın güneyində 40 milyonu gör ki, bu küçük Azərbaycanların 20% deyə bu indiki bu cumhuriyyət ki var, sayın əfəndim. Bugünkü bu cumhuriyyət varımıza bu 85 bin kvadrat kilometrdir. Azərbaycanın küçük parçası. Azərbaycanın böyük oradır. İndi gəlib Çin, Tehran rejimi Urmiya gölünü qurudurlar. Lityumdur, plutoniumdur filan ki, Ukraynada davanda çoğunu üstlədir. Çinlilər daşıyıb aparır. Azərbaycandan qızıldı Çinlilər daşıyıb aparır. Misli, paxırdı da daşıyıb aparırlar. Hər şeyini Azərbaycanın güneyini. Yaxşı, bəs demək ki, Türkiyədən demək, sən durub buradan baş alıb gedirsən Çin o masinə qədər, orada da Uyğuru görmürsən. Burada Azərbaycanın güneyini Tehran rejiminin, Fars dövlətçiliyinin irticası, işğalçı, Fars dövlətçiliyinin ölüm günüdür. Ölür indi, zəifləyib, qol qanatı qırılıbdır. Livanda da, Yəməndə də, Qazzada da, ondan sonra İraqda da, Suriyədə də Tehran rejiminin qanatlarının hepsi qırılıb. Öz içində də çəkişmədir, bu malladan bir, qutarmaq istəyirlər. Malla başqa bir şeydir, malla adam yiyəndir. Və bunların demək bu Fars yönetimində hamı bilib nədir, millətlər də qalır. İndi sən belə bir durumda, baxın görün ki, belə bir durumda sən gedəsən, götürəsən, gətirəsən, irtizacı, adam yiyən, anti-Türk, anti-ziddi Azərbaycan, ziddi Türkiyə, Türkün varlığına zidd olanların birini gətirəsən, gəlin də baba, bir dənə də Türk prezident gətirmişik. Bizəm gətirib səni, hamı gətirər, quş gətirər, mənimci gedir, bayquş gətirir. Bayquş mı? Bu nəyə gəlir, bunu neyə biz, hara yapaq, haraya neyə, bu nəyə lazımdır bu? Yaxşı, dünənləri o quş qondurmaz, Paşinyan, Pezeşkiyan buradaydı, Azərbaycanda. Əfəndim, söylədim, Azərbaycanın quru sərhədləri, bilirsiniz, sınırlar niyə bağlıdır? Türkiyə ilə də bağlayıb sınırı. Niyə? Mən də dünən söyləydim, dedim, ay adam gəlibsən, bə demirsən prezidentsən, gəlibsən. Soruş bu Cənab İlham Əliyevdən, niyə sınırları bağlayıbsınız? Niyə qoymursunuz Sovet dönəmində də, Sovet dönəmində Sayın İmdad bəy, deyirdilər ki, komünistlər, baxın görün, bu Leninin sınırları belədir ki, Rusun sınırları, oradan davşan da keçə bilmir, düz deyirdilər. Bir dənə məhdud səhviyyə, davşan da keçə bilmir. Yaxşı, millətimiz qalxdı, ayaqlandı, demək ki, Rusu buradan qovdu, sərhədləri açdı, cəmaat gedirdi Ərdəbilə, Təbrizə, oradan cəmaat gəlirdi, millət vurduları, sınırıza getdi işinə. İndi bağlanırdı sənədir. Azərbaycanla Sovet dönəmində pis, indi doğuşan neçə, quş da keçə bilmir. Yaxşı, nədən? Yaxşı, bunu gərək bu Pezeşkiyan deyilən adam, bu Cənab İlham Əliyev niyə sərhədləri bağlayıb saxda? İndi Sovet yox. Onda deyəcəkdi, yaxşı, siz belə eləyin, day cənab, mənə yaz, siz oradan İran adlanan yerdən teröristləri, qaçaq silahı,
narkotikanı, tiryeki, heroini, Suriye'den gelen kuptageni, ondan sonra demek ki adam oğrularını, qaçaqçıları o taydan bir yana göndermeyin. İrticacı nüvhəçiləri, sinəzənləri, belələri. Göndermeyin teröristləri. Biz də torp asaq da qoy bu millət geçsin, gelsin Təbrizə, gelsin. Gelir adam zaten burada söyleyir ki bu pezeşkan. Baküdə, dünən söyləyirdi. Mən elə bil ki Ərdəbildiyəm, elə bil ki Təbrizdiyəm. Yəni Təbrizi, Bakını da İran adlanan yerin üstündə hesab edir. Atmacalar atıyor. Mizah edir. Yani deyirsən sən bir yandan bu yol bağlanıbsa, ona görə ki siz silah verirsiniz teröristlərə və verirsiniz yine də erməni dəstəkləyirsiniz. Teröristləri göndərirsiniz Azərbaycana. Bu da doludur Azərbaycanda zindanda bunlardan. Yaş bunların qarşısını al. Azərbaycan da durub demək ki güney ilə quzey arasında sərhəddi bağlamasın sınırı. Türkiyə ilə də bağlayırsan sınırı. Gürcüstanın o sınırı bağlanan bölgəsi var. O da bizim topraklardır. Onun o üzündə bizim 9 Oğuzlar Oğuz eli yaşayır orada. Borçalıda. Dərbəndədə sınırlar hamısı bağlanır. Dörd tərəfimiz də hepsi Türk, hepsi Azərbaycanlı. Yası bunun demək ki bu işi kim gətirib bu yere çatdırıb? Bunu yapan hamısı Tehran rejimidir. Teröristləri, irtizacıları, narkotika, triyej, qaçaq malları, silahı Azərbaycan dövlətə bağlayıb. Yaxşı, gəlmişdi bu adam, konuşur da bunları. Bunlardan söhbət yoxdur. Elə buraxırsan, Şəhriyardan şeir oxuyur ki, qoyunlar otlayırdı, quzular da gediyordu, qızlar da dayanmış, ahmaq indi qızlar suya o sürətə dayanmır. Su gəlir evdə açırsan, evlərə gəlir. Yox, qızlar biz əsərlər gördü, dayanıblar sayın qırağında, laylay dilaylay. Boş-boş konuşmalar, boş-boş nə şeir. Dünya hara gedib, bu gəlib burada Baküdə şeir oxuyur ki filandır. Bəli, buyuruz. Tabii ki şimdi tutup da ben Güney Azerbaycan'daki kardeşlerimin hayat şartlarını düzelteceğim, insanca yaşam hakkını vereceğim diyecek hali yok. Yani Molla'ya hizmet eden birinden bir şey söyleyeyim ben. Bu bölgede beyazı söyleriz. Yakın doğuda, Kafkazlarda, bu tərəfdə baxın bu təhlükələrdə Hindistanla Pakistan atışmalara hazırlaşır. Uçaqlar uçur. Bu bölgələrdə, ondan Körfəzdə, Hind okeanına kimi bu bölgelerde sınırlar sızmaya başlanır. Her demek ki bir əsrdə, bir əsrin demek ki yarısında dünyada belə. Ondan bizde bizim yönetimler ve onların etrafında olanlar Rus kalıntıları, Fars kalıntıları, irticacılar, kafasızlar, geri kafalılar. Ay Türk milleti siz sesi çıkmasın aman ya eve oğru gələr. Aman de belə. Siz neyle məşğulsuz? Herkes demek ki bir yerde 4 tane adam tapır çəkir yanına ki ay bu da Türk'tü, bu da filandı, bu da belədir filan. Ama böyük Türk milletinin varlığını görmeyerek ve Türkiye'den de Azerbaycan'da 5-6 kişini alırlar yanlarına. Onlar da bu dua yazan, bilirsiniz dua nedir? Dua yazan kimi bir şey reçete yazırlar. Ha hələ siz dayı ben Ankara'dan bu reçeteni yazıram, ben Bakü'den reçete yazdım size. Siz Erdebil'de demek ki susun, işkenceye de məruz qalsın, susun. Kimse de Sayın Efendi bunu da söyləməliyəm. Kimse de Azerbaycan'da, Azerbaycan'ın güneyinde, İran adlanan yerde Türk bir Türk kimi azadlıq uğrunda, bağımsızlıq uğrunda, sosial ədalət uğrunda, vətən uğrunda, dövlətçilik demək ki, Türk'ün dövlətçiliği uğrunda, varlığı uğrunda savaşıyorsa, onu demək ki, vurub susturuyorlar hapslərdə, işgəncələrdə və unutturmağa çalışırlar və təəssüflər olsun ki, Azərbaycanımızdan, Cumhuriyyətdən və Türkiyədən yeni yalan figurlar yaradıp deyirlər ki, bunları baxın, bunlar filan, yalan figurlar. Yani bu günləri Pezeşkiyanı bir kurtarıcı kimi. Adıyla bu Pezeşkiyanın bunun atası, bu Pezeşkiyanın atası Fars Şah ordusunun hizmetçi zabiti olub. Özü 45 senedir bu rejime hizmet veribdi. 45 senedir. Oldu 100 sene. Ata bala, dədəsi, atası da özü də bu rejime hizmet ediblər. Fars dövlətçiliyinə. Sen buna ne bərk verirsən? Bunun Türkiyə nə hizmeti, nə ayrı var? Ve bu günləri demək ki, dost əlləri düşmanla bacararıq. Biz Türk olaraq düşmanla bacararıq. Bacararıq. Erməninin taleyinə baxın, axır başına boyun gətirərsən. Amma dost gələndə ki, deyirsən ki, yolu, baxın ay bəy, o qaraolcu, o demək ki, öndə gedən yolu caydırsa, onda millət çətinliyə rast gələr. Bizim Türk tarixində çoxdur bundan. İndi bizim demək təəssüflər olsun ki, adam gəlir. Benim Türkiye'de bir arkadaşım vardı. Yüksek seviyede, kəşfiyyatda işləyirdi filan. Ve çok da severdim. Seneler sonra baktım ki adam Kürdümüş. Hizmeti verilmiş ki ben başka yerlere. Yandım, döküldüm.
Ha, ben ne bilirdim bu Kürdümüş. Bu da elime demek ki ve sonra da kitap da yazdı Türkçe karşıya. Oho kitap. Oho. Evet buyurun. Şimdi tabii bizim en büyük meselemiz e, oradaki azadlığımız, Güney Azerbaycan'ın bağımsızlığı. Çünkü bu molalar bize e, yani önceden de gösterdi, göstermeye de devam ediyor. Biz diyor sizin azadlığınızı vermeyeceğiz ama sizin Güney Azerbaycan topraklarında ne var ne yok hepsini tarım edeceğiz. Nasıl Türkiye'de de bu maalesef Amerika şirketleri, birçok diğer Avrupa şirketleri maden yataklarına çöktüler. Bizde %2'sini, %3'ünü vererek alıp ülkelerine götürüyorlar ve iyi kullanıyorlar bu işi. Zaten Molla rejimi şimdi Güney Azerbaycan'daki bizim Türk kardeşlerimizin bilinçlenmemesi için eğitim konusunda da yine her türlü pisliği yapıyor. Türklük şuuru yayılmasın diye her türlü pisliği yapıyor. Biz bunları görüyoruz. Yani buradan dahi bile Türkçe kitabı gönderme şansımız yok Güney Azerbaycan'a. Yani bu sıkıntıları biz yaşıyoruz. E, ama burada bir 45 milyonluk bir Türk varlığı var. Bu yani 3-5 tane bile olsa Türk her zaman Türktür. Hiç bunların aklına gelmiyor mu? 2 tane Türk, 3 tane Türk bir araya geldiği zaman devlet kurar. Yarın bugün yani bugün belki biraz Türklük şuuru sorunu olabilir Güney Azerbaycan'da. Bu Türkiye'de de var Türklük şuuru sorunu. Çünkü bu şuur olmasa zaten biz ülke olarak da bu sıkıntıları yaşamazdık. Yönetimlerimiz zaten belli. Oranın yönetimi de belli. Peki bu molalar düşünmüyor mu? Yarın biz yok olacağız diye bu millet ayağa kalkacak. Ayağa kalktığı zaman yok olacağız diye bunun hesabını kitabını yapmıyorlar mı? Yani bugünü kurtarmak onların işine yarayacak mı? E, yani bu dışarıdan biz Suriye değiliz yani veya bir Irak gibi değiliz orada. Kesinlikle değiliz. Yani bizim onlar kadar nüfusumuz var orada. Yani bunu hesaba katmıyorlar mı? Bu Türk Cumhuriyetlerinin şu anda yönetenlerin de e, yarın olmayacakları da kesin. Yani her şey tersine dönecek. Çünkü yavaş yavaş artık her yerlerde insanlar, Türkler yavaş yavaş kendilerini toparlamaya çalışıyor. Her yerde baskı var. Yani bu e, yönetimler yani ben geldim, ben oturdum, ben bildiğimi okurum şeyle bu sürmeyecek. Bugün Türkmenistan olsun, Kazakistan olsun, Kıbrıs meselesinde yaptıkları o hatayı da yine biz Türkiye Cumhuriyeti'nin hatası olarak görüyoruz. Ama bu şu demek değildir ki oradaki kardeşlerimizden biz yani koptuk. Yok biz kopmayacağız, devam edeceğiz. Bunun molla düşünmesi gerekiyor. Bugün biz bunları yapıyoruz ama bunun yarını da var. Yani şimdi bazı yazarlar, çizerler söylüyorlar işte Amerika girer, şu girer, bu girer falan. Yok, biz Suriye değiliz. Biz Irak değiliz. Orada bizim borumuz öter. Amerika Vietnam'a girdi. Ne oldu? Abırsız gitti. Amerika Afganistan'a girdi. Ha, ne oldu? Abırsız gitti. Bu da Irak'a girdi. Yığıb yığışdırabilir mi? Bu da haşadılı şabiler filanlar, zərqaviler çıxartdı. Eşit nereden çıktı filanlar. Ama qalabilirdi mi? Dünya değişilib. Burada Türk milleti başqadır. Türk milleti demək ki, bir avuç hansı etnikdən deyil, aynən Kürt teröristi filan deyil. Burada İran adlanan, bunlar çalışıyorlar ki, ne olmuş olsun İran adlanan yerde bu Fars yönetimiyle bu mallası da içinde irticası kafe ile onun karına gelir. Bunlar sağlasa olmur. Olsaydı demek ki bir əminamanlıq olardı, bir demek stabilitet olar, heç zad yoktu. Ona göre bu İran adlanan yer dağılır ve bir yere gelip sıkıp ki indi İran adlanan yerde başta Türk milleti ve başka milletler de əsarət alınmış millətlər 100 seneden sonra biliyorlar ki bu İran'ı kurtaran ne Benjamin Netanyahu olacak, ne demek ki Trump olacak, heç birisi. Bir zamanlar, eski zamanlar o Sovyetler gelir kurtaracak milletleri. Hepsi boşacak. Ne Sovyet adam yendi. Her millet sözsüz sualsız. Her millet özünü kurtaracak. Bu İran adlanan yerde de bu milletler herkes öz hakkına durarak olmaz başka bazı etnik gruplar, Kürt teröristleri Azerbaycan'ın topraklarında gözüyorlar. Türk devleti. Örneğidir.
İstəyəndə adamın qulağından tutar, tula qulağı kimi basar İmralıya, deyər qal burada, canın çıxsın. İndi baxırsan, çıxardırlar, indi demə fotolarını yayırlar, adam yəni o kimin olubdur. Hə? Ona Türk dövləti istəyəndə yoxsa kimsələr gəlib demək ki, demək başqa oynarsa bir gözü Kəndildə, bir gözü İmralıda, bir gözü filanda. Terörist da teröristi öldürərlər. Dünya belədir, Amerikasında da belədir, Avrupasında da belədir. Ona görə də vay Azərbaycandan kimsə topraq qopardacaq, Urumiyə nəmli ola bura boş-boş sözlərdir. Baxın görün bir neçə həftə bundan öncə Azərbaycanın güneyində Urumiyə şəhərində. Orada millət qapazladı, Kürtlər də qaçdılar, mallalar da qaçdılar. Təhcə Türk milləti qaldı. Hələ əldə silah filan yoxdur. O şəhərinə. Camaat haray Türkəm deyirdi və demək ki, bayraq qaldırırdı. Qaçdı hepsi. Urumiyədə deyirəm. Ona görə də Azərbaycanın güneyində də İran adlanan yerdə partlayış olar. Amma İran adlanan yerin ideolojini gətirəcək Amerika saxlayacaq. Saxlayır da Amerika oradaydı da, İngiliz də oradaydı, emperyalist dövlətlər də oradaydı da. Saxladılar mı? 100 sənədən öncə bu İran adlanan yerdə inqilab olanda hamısı qaçdılar. Amerika da qaçdı, Şahı da qaçdı, filan da qaçdı. Və niyə saxlaya bilmədiniz? O silahlar, o filan, o şahı. Bu dəfə də bu mallarını gətdiniz, geriqdiniz də İran adlanan yeri o qədər geri qafalı çoxdur, dinci, məzhəbçi, irticacı. Elə mallalar burada saxlayacaq. Yatrat, laylay, balamlayla. Olmadı, partlayacaq. Və orada biz Türk milləti, güneydə olan millətimiz, əsas döyüşən millətimiz azadlıq uğrunda, bağımsızlıq uğrunda Azərbaycan, Güney Azərbaycan Türk Cumhuriyyətinin yaranması və ardıcıl Azərbaycanın bütövlüyü və sonrası Türk bütövlüyü. Dəfələrlə söyləmişəm ki, nə deyirəm? Nə olur ki, siz Avropa birliyi yaradırsınız, İngiliz-Sakson birliyi yaradırsınız, İslamlar birliyi yaradırlar, Çin hər tərəfə əl atır, ay Tayvanı da verin mənə filan. Biz Türkiyə gələndə deyirsiniz ki, yox, qoy getsin aparsın da, nə olar orada filan. Elə şey yoxdur. Ben toprağımdan bağışlayam, onda demək demokrat olacağım, demokrasi istəhlisi olacağım, öz toprağımdan bağışlayacağım. Yox, Amerika deyib, belə sözlər yoxdur. Türk bütövləşəndə, özü millətə dayananda, millətin iradəsini sərgiləyəndə güclü olar. Aynən Trump gələdə, Trump burada qaldı 3 sənə. Hələ bu 2 sənənin, 3 sənənin içində nələr baş verəcək? Yox da Trump deyib, mən belə istəyirəm, baxın görün da. Elə Trumplıq deyir axı, dünya orada deyir axı. Amerikanın özündə gör nələr oluyor. Bu günləri bu Avropa. Day Trump şimdi baş əymir Avropa. Aynen bir demək ki filan yaparam, nəmli elə deyir. Dünya başqa dünyadır. Ona görə də bizim də, bəyək da söylədim, yine söyləyəm. Bizim də Türk dünyasında çətinliklərimiz nədir? Yönetimlərimizdədir. Başa düşməlidirlər. Və bu son oyunlar Antalya qurultayı ərəfəsində ki orada çıxdılar, Rumluları tanıyıb oralarda demək ki, filan aşağı deyəm, baba bu bilir. Yönetimlərlə də günah. Türk millətinə qayıtma. Qırğız Türk millətidir, Qırğız Türkdür, Üzbək Türkdür, Qazaxıstan Türkdür. Və bunlar bilməz, Türkmənistan Türkdür. Bunlar hamısı görünüb, deyilməlidir, çəkilməlidir qabağa. Hər halda, yəni Azərbaycanın güneyində bu günləri Türk dünyasının altın körpüsüdür. Əlbəttə, Türkiyənin varlığı olmaq şərti ilə. Azərbaycan Cumhuriyyətinin və Türk dünyasının varlığı. Azərbaycanın güneyində, demək ki, azadlığın əldə edilməsi, bağımsızlığın əldə edilməsi, Türk dünyasının burada, bunu Batısı da, Amerikası da, Rusiya iyi bilirlər. Putin dəfələrlə bunu söyləyir. İyi bilirlər burada, bu Azərbaycan, Washington çox gözəl bunu bilir. O kongresdə mən dəfələrlə olmuşam. Bilirlər hər şeyi ki, burada ki, Azərbaycanın güneyində 40 milyon Türk var və bu demək ki, ayaqlanandan sonra orada bağımsız bir dövlət yaranacaq. Yox, gərək yenidən gedəsən, yenə demək ki, Fars dövləti, Farsçıların yönetiminin adına, o nə deyil sizə, təsməsini boğazımıza alacaq. Ey Fars, gəldim yenə təsməni sal boğazıma. Niyə? Nəyə görə? Fars dövlətçiliyinə dəstək verəcəm. Niyə? Yenidən bir dənə başqa malla kimi bir şey çıxardacaq, irticacı adam, yan malla. İndi malla da öyrədi. Malla da öyrədi. Çıxır Türkiyədə hansı mallacığaz Mustafa Kemal Atatürk'ə qarşı başına sayaqlayır. Nələr deyir malla? Mallayı Türkiyə mallası deyər da. Sən kimsən sən Atatürk'ə qarşı, Cumhuriyyətə qarşı, sən nə danışıyorsan? Gör nə olub Türk milləti, gör nə günə gəlib çıxıb ki. Ona görə də milləti, baxın əfəndim, milləti bu günləri əkməyə, işə, ilaca, çörəyə möhtac ediyorlar. Və demək ki, bir zamanda cəmaata deyirlər ki, yaxşı da hələ Kuzey Kıbrıs'dan konuşmayalım, qoy bizi Avropa Birliği'ne alsınlar. Avropa Birliği'ne alandan sonra düzələcək, hələ yatın. Yox, bu millət demək ki, Azərbaycanın güneyində də hər nə olursa bura dağılmaq ərəfəsindədir. Kimsə də qarşısını ala bilməyəcək. Nə Trump ala biləcək, nə kimsə.
O çünki yönetim də bizim bir şansımız gətirib. Sayın İmdad bəy. İran adlanan yerdə hələ bir dövlətçilik, bir yönetim var ki, millətlər bıxır bu malladan, molla bu əsrin adamı deyirlər bunlar. 1500 sənə bundan öncə, 2000 sənə bundan öncəyə gərək qayıtmaq bu mallaları. Hələ yönetimi. Fars dövlətçiliyi bu. Fars dövlətçiliyi gətirdici budur. Ona görə də bunu da Türk milləti istəmir. Azərbaycanın güneyində mən bilmirəm, bizim Türk dünyasında, Türk dövlətlərində kimlər nələr düşünür. Amma Azərbaycanın güneyində bu millət dünyəviçiliyi, çağdaşlığı, sosial ədaləti, insan haqları, bağımsızlığı düşünür. Demokrasını düşünür Azərbaycanın güneyində. Sekular dövlət istəyir. Yoxsa dünlər gələcək ayətəl kürsü ilə, əmmən yəcibə ilə, əm filanla. Bu deyil, bu pezeşkiyanı bıraxsayın, başda elə dua xırdalamağa. Dualar oxuyur, bıraxın. Mallalar kimində demək ki, qatışdırır, mallalardan biz qatışdırır, hamı da gülür. Belə, təşəkkür edirəm, var olasınız, Tanrı sizi qorusun. Sayın Başkanım, kararı millet verecek. Doğrudur. İnşallah önümüzdeki günlerin siyaseti biraz daha farklı olur. Burada tabii ki Türk dünyasının da biraz aklı başına alması gerekiyor. 7 devlet bir millet izliyoruz da bu zamanla Türklük şuuru oluşacak. Önemli olan Türk milletinin biraz bu konulara duyarlı olması gerekiyor. Kendi insanca yaşam haklarına duyarlı olmaları gerekiyor. Çünkü insanca yaşam hakkı çok önemli. Bu maalesef Türkiye'de de bu sıkıntı var. Kuzey Azerbaycan'da da var. Yani birçok Türk Cumhuriyetlerinde maalesef bu var. Bu da bizim yöneticilerimizden kaynaklanan şeyler. Ama asıl olan millettir, devlettir. Bu milletler yaşadığı sürece de devletler de kesinlikle yaşayacak. Buna inancımız sonsuzdur. Yeter ki Atatürk'ün söylediği gibi bağımsızlık yolunda giderken Türklük şuuru çok önemli. Güney Azerbaycan meselesinde de ben Güney Azerbaycan'a seslenmiyorum. Türkiye'deki Türklere sesleniyorum. Biraz duyarlı olsunlar. Bugün en fazla sıkıntıyı çeken dünyada Türk milletidir. Onun için biraz bu konularla ilgili, yani daha doğrusu biraz Türkleşsinler yani. Türkleşsinler, çıkarlarını korumaya çalışsınlar. Ve Güney Azerbaycan meselesinde de çok destek versinler, duyarlı olsunlar. Bu bizim için çok önemli. Sayın Başkanım, ben yine bir son söz olarak sizden birkaç cümle daha alayım ve yavaş yavaş programımızı bitirelim. Teşekkür ederim Emdat Bey. Bir şey söylədiniz. Bu dövlətlər anda orada demək ki 7 dövlət bir millət. O bir millət var ya, o Türk milləti var. O bir milləti, Türk millətidir və tarix boyu da özəlliklə bu son 100 sənə içində emperyalist dövlətlər çox da çalışdılar ki, bunu parçalasınlar, pərən-pərən etsin, ruslaşdırsın, çinliləşdirsin, Batı dünyası gəlsin, ay-hay-küy ilə emperyalist dövlət. Emperyalist dövlətlərin adı keçib, dövrü keçib, eləyə bilmir. Baxın görün, Trump gələcəyin dedi, ay Kanada da mənim də ilçələrim biridir. Baxın görün dünənləri, o ölən partiya, liberal partiyası Kanadada, Trudeau'nun partiyası ölmüşdü. Belə isə 10%-la gətirməyəcəkdi. Trump o sözü deyəndən sonra bilirsiniz dünənləri və bu kaç faizlə yenidən liberal partiyası, yəni Amerikanın qarşısında, Trump'ın qarşısında, Kanada durdu. Rusiya hücuma geçti, təcavüz etdi Ukraynaya. Ukraynada dövlətçilik gücləndi. Millət oldu Ukraynada. Bu gün də atəşkəs ola, topraqdan qopardılar hər nə. İndi Trump çıxıb Putinə deyir ki, sən oradan qopar, biraz da mənə verərsən. Mənə orada alış-veriş eləyər, filan eləyər, mineral zatları götürərik. Emperyalist dövlətlər bunun fikrindədir. Amma ən azı bu 100 sənə içində bacara bilmədilər bu Türk millətini nə mallı ilə, nə dinçilik ilə, nə kommunizm ilə, heç bir ism ilə bunu demək ki, nə uydura bildilər, nə demək ki, uydurdular, nə də boğazlarından getdir. Kəmik kimi qaldı boğazlarına. Bu günləri Qırğızistan dövlətdir. Yönetimler gelip giderler. Hani əskəri var, Ağayevlər, nə kimsələr, neredədirlər onlar? Ne oldular? Gelip gider yönetimler. Ama devlet ve bu millet kalacak. Bu Türk milleti, Üzbekistan Türk'tür. Kazakistan Türk'tür. Azerbaycan Türk'tür. Ve Türkiye'de başta olmakla burada demek ki olacak. Buna da hiçbir şey de yapabilmezler. Teşekkür ederim. Var olasınız. Tanrı sizi korusun. Evet değerli izleyicilerimiz, Güney Azerbaycan Demokratik Türk Birliği Genel Başkanı
yadımdan çıxdı. Və bir şey yadımdan çıxdı. Güney Azərbaycan Türk Cumhuriyyəti. O Evet, Güney Azerbaycan Demokratik Türk Birliği Genel Başkanı, Güney Azerbaycan Türk Cumhuriyeti'nin kurulması için mücadele veren, yıllarca mücadele veren değerli genel başkanımız ve ayrıca benim genel başkanım Sayın Ejder Takizade Bey'le biz devamlı zaten istişare halindeyiz, görüşme halindeyiz. Ama bizim istediğimiz bizleri destekleyin, sahip çıkın, davaya sahip çıkın. Her Türk'ün bu davaya sahip çıkma borcu vardır. Onun için bizleri de desteklemeye de devam edin diyorum. Ben tekrardan Sayın Başkanıma, Sayın Genel Başkanıma buradan selamlarımı gönderiyorum. Bizleri izleyen tüm dostlarımıza, Türklere teşekkür ediyorum. Onu yine önümüzdeki günlerde yine Güney Azerbaycan konusuyla ilgili programlarımıza devam edeceğiz. Radyo Türk Hareketi TV olarak da Güney Azerbaycan Demokratik Türk Birliği'nin Türkiye'deki sesi olarak, varlığı olarak da devam edecek. Bunu da buradan tekrar insanlarımıza net bir şekilde söylüyorum. Onun için bizi desteklemeye devam edin. Bizi derken hepimizi, birbirimizi destekleyelim, birlik olalım, birlikten güç doğar ve hiçbir zaman kayıtsız kalmayalım. Ben tekrardan teşekkür eder, hayırlı geceler diliyorum efendim. Başkanım, size de tekrardan çok çok teşekkürlerimi iletiyorum. Var olun, sağ olun. Teşekkür ederim efendim. Var olasınız. Tanrı sizi korusun.